Mühasibatlıq sahəsi üzrə karyera qurmaq istəyən şəxslərə İATM-ı tövsiyə edirəm və Tövsiyə edirəm deyirsə, elə ki, davamı gəlir. Davamı gəlir də. Mən Xədicə Ağalarzadə İqtisadi Araşdırmalar və Tədris Mərkəzində Aqil müəllimin təlimində iştirak etmişəm və təlimi qızıl sertifikatla bitirmişəm. Təlimə başlamamışdan əvvəldən mən başqa sahə üzrə işləyirdim. Lakin o sahənin mənə uyğun olmadığını düşündüyüm üçün sahəmi dəyişmək qərarına gəldim və hansı sahəyə yönələcəyim barədə isə tanışımla məsləhətləşərək qərar verdim. Lakin yenə də tərəddüd edirdim, çünki bir çox kurslar var idi və hansı kursu seçəcəyim barəsində heç bir məlumatım yox idi. Yenə də tanışlar vasitəsilə bu kursa mənə yönləndirdilər və mən kursda iştirak etdim. Həqiqətən də çox yaxşı kurs olduğunu görüb davam etdim. Hal-hazırda isə İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin, Karyera Mərkəzinin köməyi ilə bir konsaltinq şirkətində təcrübəçi kimi fəaliyyət göstərirəm. Mühasibatlıq sahəsi üzrə davam etmək istəyən şəxslərə İATM-ı tövsiyə edirəm və başda Aqil müəllim olmaqla İATM-a təşəkkür edirəm.